Salam. Öd kisəsini tərtəmiz təmizləyən bir vasitəni nəzərinizə çatdırmaq istəyirəm. Bu dünyada qəbul olunmuş bir nömrəli bitkidir ki, həm öd kisəsini, həm öd yollarını və qaraciyəri təmizləyir. Burada öd kisəsində həm durğunluğu götürür, həm qatlaşmanı götürür, xırda daşları təmizləyir. Bu bitkinin adı solma çiçəyidir. Solma çiçəyi istifadə qaydasını mən sizə deyirəm. Bir xörək kaşığı, bir böyük stəkan götürüb qaynar su əlavə edirsiniz üzərinə. 15-20 dəqiqə dəm alır. Süzürsünüz, ilıq vəziyyətdə içib sağ tərəfi üstə uzanmaq lazımdır, dübaş halında. 15-20 dəqiqə ərzində öd kisəsi, öd yolları, qaraciyər yolları tamamilə təmizlənmiş olur. Həftədə 2-3 dəfə bunu etmək lazımdır. Əks göstəriş isə öd kisəsində olan iri daşlardır. Bu zaman bu solma çiçəyindən istifadə etmək olmaz. Çünki öd yollarında bu hərəkət yerindən tərpənib, gəlib öd yollarında qalıb, mexaniki sarılığa və digər xoşa gəlməz hallara səbəb ola bilər. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.